Sənə bir şey göstərmək istəyirəm. Ola bilsin maraqlandırdı. Nədir elə göstər. 30 dollarlıq əskinazdır. Təsəvvür elə ABŞ-da buraxılıb. Baxaq görək nədir. Baş üstə. Bu 20 dollara oxşayır axı. Elədir. Bu tərəfi isə 10 dollardır. Hə, bu 10 dollara oxşayır. Mən kağız pul kolleksiyacısıyam. Bu əskinaz kolleksiyamda ən bəyəndiklərimdəndir. 6, 7 ya da 8 il olar məndədir. Bunu ona görə indi satıram ki, kolleksiyam üçün elə də böyük əhəmiyyət kəsb eləmir. Yaxın gələcəkdə də etməyəcək. Ömrümdə belə şey görməmişəm. Bu arada elə də çox məlumatlı deyiləm. Yazılana görə 1974-cü ildə buraxılıb. Belə dolların buraxıldığı son ildir. Bəs burada nə baş verib ki? Çap maşınında xəta olub deyəsən? Tamamilə. Demək, çap evində əvvəl arxa üzü çap edirlər, qoyurlar mürəkkəbi səhərə kimi qurusun. Növbəti gün qabaq üzünü 10 dolları çap etmək əvəzinə səhvən qarışıq salıblar, qabaq hissəni 20 dollar çap ediblər. Çox zor bir şeydir. Mən biləni Maliyyə Nazirliyi belə əskinazların dövriyyəyə çıxarılmasına imkan vermir. Onun vaxtında qabağını alırlar ki. Hə, düz deyirsən, amma çox nadir hallarda arada bir hər necəsə oradan çıxır. Yaxşı, yəni normalda belə bırak pullar məhv edilirdi, düzdür? Bəli. Nə deyim, görürəm sertifikasiyadan keçib. Valyutanın sertifikasiyasında PCGS şirkətinin adı varsa, deməli dəyərli şeydir. Çox yaxşı 45 dərəcəsindədir. Düzdür, bunun nə anlama gəldiyini dəqiq bilmirəm. Hər halda çox yaxşı yazılıbsa pis olmaz. Elədir ki, var. Çox yaxşı vəziyyətdədir. Belə baxanda həqiqi əskinaza oxşayır. Arxası 10 dollar, qabağı 20 dollar. Şəxsən bu sahədə naşı olan mənim kimi birinə mükəmməl görsənir. Elə mükəmməldir. Bunun üçün nə qədər istəyirsən? Yəqin ki, bir 35 min dollar olar. Paho. 30 dollar üçün yaman çox oldu. Elədir. Bu sahədə bilgim az olduğundan bilmirəm nə təklif edim. Ona görə başı çıxan birini çağırmaq istəyirəm. Gəlsin, rəy versin, biləyə nə var, nə yox. O nə sözdür, əlbəttə, çağır. Yaxşı, bir dəqiqə vaxt ver, çağırtdırım, görək, alındıra bilirik. İşində ol. Düşünürəm ki, istədiyim məbləğ elə normal məbləğdir. Məncə ekspert gəlsə də elə o civarda qiymət olacaq. O civarda qiymət qoyacaq. Bunu 30 dollar kimi xərcləmək olmaz. Pul itkisidir, ha? Bu əskinaz həqiqətən 74-cü ildə buraxılıb. Mən bildiyim qədər belə nüsxələr aşkarlananda Fed gəlib onları müsadirə edib məhv edirdi. Amma təxminlərə görə hardasa 27-28 ədədi necəsə gözdən yayınıb. Göründüyü kimi sertifikasiyadan keçib, yəni vəziyyəti ilə bağlı heç bir sual ola bilməz. Bu barədə başa sala bilərsən ətraflı. Deməli, PCGS şirkəti bunu çox yaxşı 45 dərəcəsində sertifikatlaşdırılıb. Dərəcələr 1-dən 70-ə dəyişir. Ən pis vəziyyəti 1, ən idealı 70-dir. Bu yuxarı orta səviyyədədir. Gördüyünüz kimi elə baxanda da çox gözəl görünür. Qatlanma izləri demək olar ki, nəzərə çarpmır. Yaxşı, səncə bunun dəyəri nə qədərdir? Belə deyək, bunu hər aca çıxarsam, qiyməti 30-40 min dollar civarında olacaq. Tələbat az olsa 30 min, çox olsa 40 min. Yaxşı, mən elə bunu bilmək istəyirdim. Oldu, xoş oldu. Təşəkkür edirəm. 30 dollarlıq xətalı əskinaz kolleksiyaçılar arasında son dərəcə nadir sayılır. Ən populyar və dramatik çap xətalarındandır. Bir halda ki, onun üçün hər azda yaxşı pul verirlər, onu gərək mütləq alasan. Hə, fikrin nədir? Mən hələ də 35 min deyib dururam. Sənin ekspertinin dediyi civarın ortasında. Onun 35 min dəyəri olduğuna şübhə etmirəm. Gəl ki, o qiyməti hər azda verirlər. Yəqin ki, mən buna görə 20 min təklif edə bilərəm. Məncə elə 20 min yaxşı təklifdir. Amma sənin də yeni təklifini açığam. 20 min çox aşağı qiymətdir. Mənə əl vermir. 27.5-sə nə deyirsən? Bu mənim son təklifim olacaq. Ən çox bu qədər pul verə bilərəm. Məncə sənə 22 min dollar təklif etsəm, özüm də bunun satışından bir xeyir götürə bilərəm. İnci mən 25 mindən aşağı düşə bilmərəm, mümkün deyil. Yaxşı, neylək? Çox sağ ol. Sən sağ ol. 25 minə razılaşmadığıma 1 qram da peşman deyiləm. Qaldı ki, hələ 22 minə razılaşım. Mən bilirəm ki, bu hər razda 30-40 min xeyir gətirəcək. Ona görə pulları havayı soğurmaq fikrində deyiləm.